Ev və ofislərdə Wi-Fi modemlərinin artması şifrə məsələsini gündəmə gətirir. İAŞ obyektlərində şifrəsiz olsa da, bir çoxları paylayıcıları başqasının istifadəsinə bağlayır. Ona görə ki, Wi-Fi internet paylayıcılarına qoyulan şifrələrin sındırılaraq kibercinayətlərdə istifadə edilmə ehtimalı var. Bəs bunun qarşısını hansı formada almaq olar? Mütəxəssislər bildirir ki, ilk növbədə Wi-Fi paylayıcının sazlanma interfeysinə daxil olaraq şəbəkənin adını və şifrəsini gizlətmək olar. Enable Seed Broadcast-ı buradan bunu yığışdırmalıyıq. Bu nə deməkdir? Bizim Wi-Fi şəbəkəmizin verdiyimiz adla istənilən Wi-Fi klientlərdən, belə deyək də, laptoplardan, telefonlardan search verəndə bizim adımız görsənir. Bizim adımızı gizlətmək üçün, görsənməmək üçün biz bundan istifadə edə bilərik. Yəni bunu götürsək, bizim Wi-Fi şəbəkəmizin adı görsənməyəcək. Bu nə deməkdir? Əgər bizim Wi-Fi şəbəkəmizin adı görsənmirsə, bu hücum eləmək istəyən insan, sındırmaq istəyən insan bilməyəcək ki, belə bir Wi-Fi şəbəkə mövcuddur. İkinci üsul kimi sazlanma interfeysində Wi-Fi təhlükəsizlik bölməsinə daxil olaraq şifrələnmə tipini dəyişərək WPA2 kimi qeyd etmək lazımdır. WPA2 yazılanda biz onu xüsusi proqramlarla da olsa belə necə olur olsun, Wi-Fi-nin bizim Wi-Fi şəbəkəmizin passwordunu sındırmaq demək olar ki, qeyri-mümkündür. Nəyə görə? Çünki onun şifrələnmə alqoritmi çox qəliz olduğundan onu yəni deşifrələmək belə deyək, əks alqoritm üsulu tapılmayıb indiyənə kimi. Belə deyək də, hakerlər tərəfindən mi deyim, o pis niyyətli insanlar tərəfindən mi deyim, onun əks alqoritmi üsulu tapılmayıb. Başqa bir üsul isə filtrləmədir. Hansı kompüterlərin yaxud da telefonların daxil olmasını istəyirsinizsə, onların fiziki adreslərini sazlama interfeysindəki Wi-Fi filtr bölməsinə daxil etmək lazımdır. Bura əlavə edirik və save düyməsini basırıq. Biz bir avadanlığımızı əlavə elədik, düzdür? Ondan sonra digər avadanlıqlarımıza bu formada davam edirik, ardıcıl olaraq davam edirik əlavə eləməyə. Misal üçün, Add New yeni seçirik. Mobil cihazlarda, məsələn, Android sistemlərində, orada settingsdə About bölməsində olmalıdır. Physical address və yaxud da Wi-Fi MAC adres bu formada orada onu qeyd edirik. Yenə də burada Add New eyni formada daxil edirik, save edirik. O deməkdir ki, misal üçün biz iki avadanlıq əldə edirik, misal üçün laptop və mobil telefon. O deməkdir ki, bu avadanlıqlardan başqa heç bir digər başqa avadanlıqlar bizim Wi-Fi şəbəkəmizə daxil ola bilməz. Bu üsuldan sonra şifrə açıq saxlandığı halda belə kiminsə tərəfindən sındırılsa da internetdən istifadə etmək mümkün deyil.